Salam kanalımı izleyenler, Temu'dan yeni siparişlerim geldi. İstedim bunları çekip sizler için paylaşım. Bu gözə tem vurmaq üçün vasitə deyir. 1 manata aldım. Təxmini içərisində o ədəddir. Bu boyunbağı isə dəstir və təxmini 8 manata sifariş vurmuşdum. Çox bəyəndim. Həqiqətən də təbii daşlardan seçilmir. Çox möhtəşəm aksesuardır. Bu idi isə çox xoşuma gəldi. Sadə olduğu üçün sifariş vurdum. Təxmini 2 manatadır. Qaşları isə silikondur. Bu sifarişim isə nənələrimizin taxdığı paxlava üzüyü xatırlatdı mənə. Həqiqətən də çox möhtəşəmdir. Rəngi getməyəndir. Qızıldan heç fərqlənmir. Təxmini 3 manata aldım. Bu qulaqcıq ən çox sevdiyim məhsul oldu. Yəni aldığım pula dəyər. 21 manata almışdım. Şəhrayı rəngdə sifariş vurdum və məhsulun 3 rəngi mövcuddur. Şəhrayı, boz, bir də qara rəngi. O möhtəşəm bir şeydir. Yəni qulaqcıq hissələri sağa sola fırlanır və bu da boyuna taxanda yəni istənilən vəziyyətdə qalır. Bu məhsulu heç bəyənmədim. Çaydan sifariş vurmuşdum. Üzərində 3 litr yazılsa da, amma çaydanın tutumu 1 litr yarım idi. Materialı heç xoşuma gəlmədi. Çox incə materiala malik idi. Yəni təxmini hardasa 13 manat ya 12 manat pul vermişdim. Bu gülü isə ev dekoru üçün sifariş vurmuşdum. Masa üzərinə yarayacağını bilirdim, amma heç də işə yaramadı. Yəni faydasız bir şeydir. Almağa dəyməz. Təxmini 3 manata ya 4 manata almışdım.